Belə ki, enerji içkilərinin hazırlanmasında çox miqdarda şəkərdən, kofeindən, amin turşularından, vitaminlərdən, bəzən hətta bitki qarışıqlarından istifadə olunur və bunlar da bütün orqanizmə, xüsusilə də böyrəklərə zərərlidir. Onların yüklənmiş şəkildə işlənməsinə səbəb olur və ifrat dərəcədə istifadəsi, uzun müddətdə istifadəsi isə son dönəm böyrək çatışmazlığına qədər gətirib çıxara bilir. Əgər müayinələri vaxtı-vaxtında olursa və tam sağlamdırsa, kreatin kimi suplementlərin içilməsi zərər verməyə bilər. Lakin nəzərə almaq lazımdır ki, fiziki yüklənmə və əlavə olaraq suplementlərin qəbulu böyrək işini daha da artırır. Ona görə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, xroniki hər hansı bir xəstəliyi varsa, ildə bir dəfə müayinələrdən keçməsi məsləhətdir. Şəkər xəstələrində isə tip 1 diabetdə diaqnoz qoyulduqdan 5 il sonra ildə bir dəfə olmaqla, tip 2 diabetdə isə diaqnoz qoyulduğu andan etibarən ildə bir dəfə olmaqla müayinədən keçmələri məsləhətdir.